Qızlar hanı? Mən soruşdum. Dedilər söyüş olur, ona görə də gəlmək istəmədilər. Mən də dedim ki, nə etmək olar? Stadionda bir qayda olaraq söyüş olur. Yəqin hər yerdə belədir, İngiltərədə də. Amma qadınsız stadion olmur. Yazıcı Seymur Baycan da oradaydı. Tez cavab verdi ki, o başqa məsələdir. Azərbaycan dilində söyüş adama təsir edir. Söyüşdəki hadisələr gözünün önündə canlanır. Elə bil həqiqətən baş verir. Ona görə də ağır olur, dedi Seymur Baycan. 2010-cu il idi. Qarabağ Avroliqadakı rəqibini Bakıda qarşılayırdı. Biz də yığışıb getmişdik Tofiq Bəhramov adına stadiona, Qarabağa dəstək üçün. Heç vaxt futbol oynamağı bacarmamışam, ta uşaqlıqdan. Məhəllədə məni salırdılar meydançıya, peşman olurdular. Gah topu rəqibə ötürürdüm, o da təsadüfən ayağıma top düşəndə. Gah da hücumçumuzun əlinə ayağına dolaşırdım. Qovub çıxarırdılar. Mənim bir tamaşaçı kimi futbola marağım, səhv etmirəmsə 1994-cü ildə yaranıb. Roberto Baggio'nun vura bilmədiyi həmin o 11 metrə hələ də xatirimdədir. 1996-cı ildə Azərbaycan İsveçrəni məğlub edəndə o qədər sevinmişdim ki, səsim kəndi bürümüşdü. 90-cı illərdə kənddə tez-tez işıqlar sönürdü. Oyunlara baxa bilmirdim. Özümün də, evdəkilərin də qanını qaraldırdım. İnternet də yox idi ki, sonradan nəticələrə baxasan. Rayonun mərkəzində 2 qəzet köşkü var idi. Birində satıcı yaşlı bir qadın idi. Digərini isə qonşumuz işlədirdi. Növbəti gün səhərin gözü açılmamış gedib ondan qəzet alırdım, nəticələri yoxlamaq üçün. Biraz da söhbətləşərdik. Gileylənərdi ki, düzələn deyil. Mən optimist idim. O mənə qulaq asıb gülümsəyirdi, müdrik insanlar kimi. 1996-cı ildən Qarabağa azarkeşlik etməyə başladım. Bir dəftərim var idi, deyəsən hələ də qalır. Çempionatdakı bütün oyunlarını ora qeyd edirdim. 2002-ci ildə Senegal Dünya Çempionatında Türkiyəyə məğlub oldu. Yarım finala çıxa bilmədi. Həmin vaxt Bakıda tələbə idim. İnsanlar küçələrə axışmışdı, bayram edirdilər. Məndən başqa hamı sevinirdi. Bir mən məyus idim o boyda şəhərdə. Boynumu büküb Cəfər Cabbarlı küçəsi ilə hərəkət edən Türkiyə azarkeşlərinə tamaşa edirdim. Bizim Londonda Araz adlı bir qısa ömürlü futbol klubumuz da olub 2009-cu ildə. Londonda Azərbaycanca qəzet çıxarırdıq, Araz. Klub da elə qəzetin adını daşıyırdı. Qəzetdə yazmışdım ki, komandamız qələbəyə iddialıdır. 2009-cu ilin may ayında Londondakı Azərbaycanlılar arasında keçirilmiş futbol liqasında iştirak etdik. Səhv etmirəmsə, bütün oyunları məğlub olduq. Həmin ilin iyun ayında isə Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandası yoxlama oyunu üçün İngiltərəyə gəlmişdi. Oyun Milton Keynes şəhərində keçirilirdi. Məni də stadiona diktorluq etmək üçün işə çağırmışdılar. Azərbaycan dilində elanları səsləndirəcəkdim. Mənə tapşırdılar ki, Azərbaycanlıların soyunub geyinmə otağına gedim, hal əhval tutum. Bəlkə nəyəsə ehtiyacları var, hansısa məsləhətə və ya köməyə. Kaş getməzdim. Otağın qapısını açdım, köməyimi təklif etdim, sağ ol dedilər. Birdən faciə baş verdi. Mən dilimə sahib ola bilmədim, soruşdum. Neçə sıfır uduzacaqsınız? Bir an hamı dondu, sükut çöktü. Bütün baxışlar mənə yönəldi. Gənc futbolçu Elvin Məmmədov dilləndi. Qaqaş, elə şey deməzlər, uşaqları ruhdan salma. Sonra isə məşqçilərdən Nazim Süleymanov mənə yaxınlaşdı. Ged onlara, yəni ingilislərə de ki, məğlubiyyətə hazırlaşsınlar. Şuluqluq etmiş uşaqlar kimi başımı aşağı salıb oradan uzaqlaşdım. Azərbaycanlı gənclər həmin gün İngilis həmyaşıdlarına 7-0 uduzdular. Hesab 6-0 olanda mənə yaxın oturmuş yerli azərkeşlərdən biri dedi ki, İngiltərənin qapıçısını oyundan çıxarmaq lazımdır. Heç nə ilə yadda qalmadı. Qarabağ 2015-ci ildə Avropa Liqasındakı rəqibi Tottenhamla qarşılaşmaq üçün Londona gəlmişdi. Mən də BBC üçün Tottenham azarkeşləri ilə söhbət etmişdim. Onlardan biri mənə belə dedi. Bu, Qarabağ kiçik bir şəhərin kiçik klubudur. Çox uzaq ölkədə yerləşir. Bu qədər. Qarabağ Tottenhama 1-3 məğlub oldu. Onlar növbəti dəfə 2017-ci ildə Londona gəldilər. Bu dəfə Qarabağın Çempionlar Liqasındakı rəqibi Chelsea idi. Mən BBC üçün oyunun gedişini sosial mediada şərh edirdim.
Vacib məsələlərdən biri o idi ki, mənim Qarabağ azarkeşi olduğumu heç kim hiss etməsin. Həqiqi olsa bizə bəs eləyir. Aydındır, minnətdaram. Çox sağ olun. Amma izləyicilərin acıqlı reaksiyasından və redaktorun mənə xəbərdarlığından sonra oyandım ki, mən nəinki Qarabağ tərəfkeşliyimi gizlətməyi bacarmışam, bəlkə də artıq özümü Chelsea azarkeşi kimi aparıram. Bəlkə də yox, izləyicilərin gözləntiləri başqadır. Oyun isə Chelsea-nin böyük hesablı qələbəsi ilə başa çatdı. 6-0.